özəl klinikaya qarşı bu münasibət diskriminasiyadır. Bu özəl klinikaların çöküşünə gətirib çıxartmazmı? Dövlət xəstəxanalarına alınan avadanlıqların çoxusu, məsələn, xüsusilə MRT, KT avadanlığı, bunların çoxusu bu gün yararsız durumdadır. Skladda, ambarda qalan avadanlıqlar gətirib təzə adı ilə qoydular, yığdılar. Reallıq budur. Belə çox insanların taleyi, insanların diplomu, savadı, biliyi, illərlə zəhməti, əziyyəti direktorun kefindən asılıdır da. Xəstəxanaların, ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi anlaşılan deyil. Təbibin əvvəlki strukturunda olan şöbələrin sayı az qala Pentaqondan çox idi. Analizləri qəbul etmirlər, deyirlər ki, bu dövlətdə, dövlət klinikasında belə deyil, təzədən sən analizlər verməlisən. Bu əslində özbaşınalıqdır. Regionlarda həkim çatışmazlığı var. Bu məsələ bəs öz həllini necə tapsın? Bu Hipokrat andı ilə bu mənəvi prinsiplərlə bu məsələlər həll oluna bilməz. Siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəv qızı. Qonağım professor Adil Qeybulladır. Adil müəllim, xoş gəlmisiniz. Xoş gördük. Xoş gördük. Necəsiniz? Sağ olun, təşəkkür edirəm. Həm müəllimsiz, həm doktor. Ona görə sizə müəllim deyərək müraciət edirəm. Çox belə bir qarışıq bir dönəmə gəlmişik. Səhiyyə, təbii problemlər və sonucuda vətəndaş narazılığı. Dəfələrlə görürəm ki, ən azad meydanlardan biri sosial mediadır və insanlar sığorta ilə bağlı, səhiyyə ilə bağlı, sığorta ala bilməməkləri ilə bağlı ciddi narazılıqlarını bildirirlər. Məsələn, deyək ki, mən vətəndaşam, mənim maaşımdan sığorta pulu tutulur, aydın məsələdir və məndən buna görə icazə alınmır. Yəni, soruşan yoxdur ki, razısan sığortaya pul ödəməyə, yoxsa yox. Bu ay-bay qanuni olaraq mənim maaşımdan tutulur. Deyək ki, mənim ildə ayda bir dəfə ehtiyacım olur o sığorta öz maaşımdan, halal pulumdan tutulan sığortadan istifadə eləməyə. Əla. Amma mən necə ondan istifadə edirəm, doktor? İstifadə edə bilirəmmi? Mənim özümün nədən həkim seçimim azadlığı yoxdur? Mən həkim seçə bilmirəm. O azadlığım yoxdur. O azadlığım əlimdən alınıb. Çünki dövlət sığortası o halda verilir ki, hansı ki özəl klinikada deyək ki, o müayinələr aparılmır, o analizlər aparılır. Son vaxtlar olub, əvvəl belə deyildi. Bəli. Aparılmır, amma dövlət klinikasındakı həkim məni qane etmir, bu heç kimin vecinə deyil, üzr istəyirəm. Oradakı həkimə getmək istəmirəm, axı mənim azadlığım var, mənim pulumdandır bu sığorta yığılıb. Bu qayda qanun hər kəsin istədiyinə görəmi idarə, daha doğrusu tətbiq olunur? Yoxsa elə belə olması daha yaxşıdır? Əslində məntiqlə bütün xəstəxanalar dövlətin lisenziyası əsasında çalışır. Mülkiyyət formasına asılı olmayaq. Düzdür, bizdə munisipal tipli xəstəxanalar yoxdur hələlik, amma dövlət özəl xəstəxanalar var. Yəni, bugün özəl xəstəxanadan verilən arayışdır deyib, bəzən əlillik vermək üçün arayışlar rədd edilir. Özəl klinikanın imkanlarından istifadə edilmir. Yəni, özəl klinikaya qarşı bu münasibət diskriminasiyadır. Ona görə də mən düşünürəm ki, bu qətiyyən düzgün deyil. Dövlətin lisenziya verdiyi xəstəxanaların bütün imkanlarından yararlanmaq lazımdır. Açıq etiraf edək ki, dövlət xəstəxanalarına alınan avadanlıqların çoxusu, məsələn, xüsusilə MRT, KT avadanlığı, onların çoxusu bu gün yararsız durumdadır. Dövlət klinikalarında. Bəli. Onları o vaxtı bu neft erası vaxtı baş həkimlər həmin dövrdə nazir, o vaxtı bilirsiniz də nazir kim idi? O su istifadələr oldu, o xaricdə, skladda, ambarda qalan avadanlıqlar gətirib təzə adı ilə qoydular, yığdılar. Reallıq budur. Biz niyə görə bunları deməməliyik? İndi bugün heç olmasa özəl sektor pis yaxşı bu avadanlıqların hər gün qayğısında durur, bunu təmir elətdirir, saz vəziyyətdə saxlayır. Niyə xəstə bundan yararlanmasın? Niyə xəstə gedib klinik tibbi mərkəzdə, başqa deyək ki, dövlət xəstəxanasına uzun növbələrə dayanmalıdır bundan ötürü? Elə gedib özəl klinikada çox asanlıqla keçə bilər və ən yaxşı mütəxəssislər də orada oturub, demək olar ki. Bax, ona görə hesab edirəm ki, bu bir diskriminasiya siyasəti qətiyyən düzgün deyil və bütün xəstəxanaların imkanları səfərbər olmalıdır. Əvvəla bu vergi verən obyektlərdir dövlətə.
Niyə görə bunlara dəstək olmamalıdır? Bunlar həm texniki dəstək olmalıdır, həm təşkilati dəstək olmalıdır və bunlar sistemin içində olmalıdırlar. Doktor, bu özəl klinikaların çöküşünə gətirib çıxartmazmı? Hə- Yəni bəzi özəl klinikalar var ki, onlar elə sığorta belə deyək də, doğru deyək, sığortanın hesabına ayaqda dayanırlar. İndi sığorta elə bir ki, gələn o deyir, bulaqdan gələn suyun qarşısı kəsilir və o istər-istəməz xəstə Bəli. axını azalır. Bu özəl klinikanın çöküşünə gətirib çıxarda bilər. Ölkədə də Təbii. kifayət qədər özəl klinikalar fəaliyyət Təbii, göstərirlər. xəstəxanaların əksəriyyəti bu ilə bağlı artıq şikayətlərini dilə gətirirlər. Özəl xəstəxanalar dövlətə vergi verən obyektlərdir və bunlar da işləməlidir, fəaliyyət göstərməlidir. Bunlardan işıq pulu, kanalizasiya pulu, nə bilim başqa pullar, su pulu, bütün bunlar hamısı kommersiya qiymətləri ilə alınır. Bunlar işçilərə maaş verirlər və nə qədər adam işə cəlb olunub. Bu həm də sosial faktordur. Və ona görə də özəl klinikaların normal fəaliyyəti üçün dövlətin özünün qayğısı olmalıdır. Sabah o xəstəxana bağlandı, orada bir 50 adam, 100 adam, nə qədərsə adam işsiz qalmış olur. Bunlar harda işləsin, bunlar neynəsin? Məsələn, ona görə də biz imkan daxilində olan resurslarımızı qoruyub saxlamalıyıq və onlara qətiyyən ögey və seçkili münasibət, ayrı seçkilik olmaz onlara. Doktor, belə bir şey var ki, məsələn, klinika rəhbərləri dəyişir də, direktorlar dəyişir. Hər gələn direktor özü ilə yeni qayda-qanun gətirir. Yəni, məsələn, eşitdiyim qədəri, mənbəni söyləməyəcəm. Məsələn, klinika var ki, baş direktor, məsələn, ginekoloqlara şərtlər qoymuşdu ki, deyək ki, ginekoloji müayinələri aparmayın, nə bilim, ginekoloji xəstəliklərin müalicəsinə məşğul olmayın, deyək ki, ancaq doğuş işi ilə məşğul olun, doğuş aparın. Başqa bir direktor gəldi və o həmin qayda-qanunu alt üst elədi ki, ginekoloqsan və düşünürəm ki, daha doğru dürüst qərardır. Ginekoloqsan, sən həm doğuş apara bilərsən, həm müalicə işini apara bilərsən və s. Belə çox ki, insanların taleyi, insanların diplomu, savadı, biliyi, illərlə zəhməti, əziyyəti direktorun kefindən asılıdır da. Çox üzr istəyirəm ifadəyə görə. Direktor kefi istəyir, belə qayda çıxardır, direktor kefi istəyir, belə qanun çıxardır, biri gedir, o birisi gəlir, o təzə qanunlar, adamlar 20 il, 30 il işləyirlər və bir direktorun əhvalının verdiyi qaydalara, qanunlara tabe olmaq zorunda qalırlar. Ümumiyyətlə, direktorlar lazımdırmı? O vaxt baş həkimlər var idi və klinikada baş həkimlər tərəfindən idarə olunurdu. Biz ümumiyyətlə həmişə dekorasiya üstünlük veririk. Təəssüflər olsun ki. Baxın, bu xəstəxanaların, ali məktəblərin publik hüquqi şəxsə çevrilməsi anlaşılan deyil. Əvvəla, ali məktəblər o səviyyədə olmalıdır ki, onlar öz qazancı ilə özünü də, onda o publik hüquqi şəxs ola bilər. Axı, bu hələ dövlətin maliyyə yardımından asılıdırsa, bu necə publik hüquqi şəxs ola bilər? O demək ki, orada işləyən işçilərin maddi rifah məsələsi düşünülmür. İkinci tərəfdən, xəstəxanalarda da dövlət mülkiyyətli xəstəxanalarda direktor, baş həkim və s. kimi əslində buna heç bir lüzum yox idi. Heç bir. Bu zamanla dəyişə bilərdi. Burada baş həkim var, onun müalicə işləri üzrə müavini var, biri müalicə işlərinin təşkilinə baxır, biri də təsərrüfat işlərinin. Əgər orada söhbət hansısa maliyyədən söhbət getsə, təsərrüfat işləri üzrə olan şəxs iqtisadçıdır, ona o işə baxa bilərdi. Yəni, burada bir problem yoxdur. Mən düşünürəm ki, biz administrativ resursları genişləndirməməliyik. Əslində, imkanları artırmalıyıq. Baxın, təbibin əvvəlki strukturunda olan şöbələrin sayı az qala Pentagondan çox idi. Kimə lazım bu qədər şöbə? Bu işçilər nə ilə məşğuldur və nəticə nədən ibarət? Əgər belə bir strukturları olan bir təşkilat ortaya real nəticə qoymalıdır, amma nəticə biz görmürük. Nəticə ancaq pisləşmədən ibarət. O baxımdan hesab edirəm ki, səhiyyədə rəhbərlik vahid olmalıdır. Bu çox vacib məsələdir. Bir direktiv olmalıdır, klinik protokollar olmalıdır. Heç vaxt direktorun ya baş həkimin kiminsə arzusu ilə, istəyi ilə məsələlər həll ola bilməz. Məsələlər dünyanın getdiyi yolla olmalıdır. Əgər biz bunu deyək ki, qərb təbabətinin bir hissəsi sayırıqsa, təbii ki, o standartları da biz özümüzdə tətbiq etməliyik. O baxımdan da mən sizinlə tam şərikəm ki, bu məsələlər ümumiyyətlə öz başınalıqdan başqa ayrı cür dəyərləndirilə bilməz. Yəni, idarəçilik bir əldən olmalıdır, onu söyləmək istəyirsiniz. Çünki çox idarəçilik olanda da hər kəsin dediyi deyir, bir söz, bir hava çalınır, üzr istəyirəm və axırda da belə xaos meydana çıxır. Təbii. Bilirsiniz, baxın,
Məsələn, dünyanın ən demokratik ölkələrinin biri Amerika. Niyə orada 5 prezident seçilmir? Bir prezident var, bir nə bilim icra strukturunun rəhbəri, dövlət departamenti rəhbəri var, o birisi. Bütün hər şey belədir. 2 icra strukturuna rəhbərlik edən şəxs olsa, bu da səlahiyyət davası olacaq. Mütləq. Səlahiyyət davası işi iflic etməyə xidmət edir. Ancaq biz artıq neçə illərdir bunu müşahidə edirik. Bu təbibə nəyə ehtiyac var? Səhiyyə Nazirliyi var, bunun strukturları var, infrastrukturu var, baş mütəxəssisləri var. Bu az çox Azərbaycan səhiyyəsini, Azərbaycanın istər müstəqillik dövründə 18-20, istər Sovet işğalındakı dövlət olub da, hər halda burada da onun dövründə bu nazirlik ölkənin səhiyyə siyasətinə rəhbərlik edib. İndi nə oldu ki, əlavə bir qurum yaranmış oldu? Bu quruma nə ehtiyac var? İndi deyək bir müddət bu icbari tibbi sığorta ilə əlaqələndirildi ki, bu işi təşkil etsinlər və s. Mən ona da lüzum görmürdüm. Axı bu icbari tibbi sığorta təşkil olunub, təbbə nə ehtiyac var? Mən hesab edirəm ki, xəstəxanaların bir qrupunun bir icra qurumunda, bir qrupun bir icra qurumunda olması və işin nəticəsində buna gətirib çıxarır. Sığorta məsələsinə yenə dönək, çünki əhalinin çox narazılığına, eyni zamanda özəl klinikaların ciddi narazılığına səbəb olan məsələlər ki, ortaya çıxıb bu sığorta məsələsini dayandırıblar indi özəl klinikalara verilməsini. Bayaq söylədiyim kimi insanların maaşından yığılır və deyək ki, sığorta fondu formalaşır da və sonda əhali insan azad seçim apara bilmir. Ümumiyyətlə bu məsələ sizcə necə həll olunmalıdır? Burada çox ciddi bir məsələdir. Deyək ki, xəstə mənəm və mən o növbəlilik və növbəlikdən sonra da nədir? Məsələn, deyək ki, əlimdə analizlərim var. Özəl klinikada analizləri keçmişəm. Bu özəl klinikada dövlətdə fəaliyyət göstərən, yəni dövlətimizdə, ölkəmizdə fəaliyyət göstərən özəl klinikadır. Yəni buna icazə verilib, lisenziyası var, tibb universitetini bitirən həkimlər çalışır, avadanlıq, aparat, hər şey yerində. Həmin sənədlərlə gəlirəmsə, əgər dövlətdən göndəriş alacağamsa, yenidən mən səhv etsəm, xahiş edirəm səhvimi düzəldəsiniz, ola bilər ki, nəyisə doğru demirəm, amma özümün qarşılaşdığım məsələlərdən biridir. Yenidən həmin o analizləri qəbul etmirlər, deyirlər ki, bu dövlətdə, dövlət klinikasında belə deyək, təzədən sən analizlər verməlisən. Adam yaşlı adamdır, deyək ki, xəstə adamdır. Bu, nə bilim, MRT-dən keçib, EXO-dan keçib, nə bilim, müxtəlif analizlərdən keçib, bir də təzədən 2 gün qabaq verib də bu analizləri. Bir də təzədən onun yenidən analizləri keçirilməsinə nə lüzum var ki? Nə inamsızlıqdır bu? Burada 2 məqam var. Birincisi, istənilən bir analizin bir dövrü var. Yəni, aktuallıq dövrü. Ki, əgər o dövr keçibsə... Ona görə dedim ki, 2 gün əvvəl keçib də bu analizi. O aktuallıq dövrü keçibsə, o vaxtda o məsələ mübahisə xarakteri daşıya bilər. Amma 2 gün, 1 həftə, 10 gün analizləri, əgər bu da dinamik müşahidə məsələsi ortada yoxdursa, onda o analiz aktual sayılmalıdır. İkinci tərəfdən, başqa bir xəstəxana, ya dövlət istər özəl, bu gün xəstəxanaların hamısı analizlərə avadanlığın, aparatın köməyi ilə həyata, reaktivlər verilir və aparat onu yoxlayır. Yəni, ruçnoy, əllə əvvəlki kimi yoxlama artıq yoxdur. Ona görə də biz o aparatlara da inanmalıyıq. Hər yerdə də eyni avadanlıq. Bunlar Çindən gəlir, Çinin müvafiq məlum şirkətlərdir. Yəni, bu qayda qanun belədir, yoxsa kim keyfi istəyir bunu belə eləyir? Yox, bu olmalı deyil. Bu əslində özbaşınalıqdır. Daha çox. Yenə həmin əvvəlki dediyim diskriminasiya siyasətdə özəl klinikalara qarşı, özəl klinikaların da analizlərinə, təhlillərinə sayğı ilə yanaşılmalıdır. Əlbəttə ki, mütəmadi olaraq bu yoxlamalar, kalibrovkalara, aparatların, sonra düzgün icra edilməsinə, hər hansı bir məsələlərə nəzarəti icra strukturları həyata keçir, Səhiyyə Nazirliyi həyata keçirməlidir. Yəni, hansısa bir xəstəxananın başqa xəstəxana analizlərində sayğısızlıq göstərməsi, güvənsizlik göstərməsinin heç bir əsası yoxdur və bu bir diskriminasiyadır. Həkimlər bölgələrdə işləməyə getmək istəmirlər. Fərqli səbəblər göstərirlər. Maaş azlığı ola bilər, bilmirəm, fərqli səbəblərdir. Və Bakıdan həkimlər gedirlər, məsələn, Gəncədə, deyək ki, Lənkəranda, digər müxtəlif bölgələrdə konsultasiyalar keçirlər, xəstə qəbul edirlər. Bu yaxşı, bunu qəbul elədik. Amma hansı ki, oranın özünün həkimləri olmağı daha yaxşıdır. Həm Bakıya axını azaldar. Yəni, insanlar boşuna pul xərcləyib, məsrəf xərcləyib, deyək ki, vaxt itkisi, bir də Bakıya həkimə gəlincə, elə orada yaxşı klinikalar var, yaxşı həkimlər ola bilər. Amma təəssüf ki, yoxdur. Həkimlər gedib işləmək istəmirlər. Regionlarda, sizin də çıxışınızda var idi ki, regionlarda həkim çatışmazlığı var.
Bu məsələ bəs öz həllini necə tapsın? Ümumiyyətlə biz 30 ildən çox müstəqilik. Hələ indiyə qədər səhiyyənin sistemə çevirə bilməmişik. Bəla budur. Yəni səhiyyədə vahid bir proqram yoxdur. Yəni bu gün Bakı şəhərində və yaxud da ki Azərbaycanın bir ucqar rayonunda olan proseslərin hamısı sistemdə əks olunmalıdır. Proqramla. Məsələn biz orqan nəqlindən danışırıq. Bu orqan nəqli Azərbaycanın mütəxəssislərin hesabına pis yaxşı həyata keçirilir. Amma necə epizodik? Epizodik şey. Bu sistem şəklini ala bilməyib indi. Donor bankı yox. Vətəndaşlar orqan verməyə hazır deyil. Yəni klinik ölüm keçirir, insan qoymur ki, oradan orqan götürsün, aparıb onu elə də dəfn edir məsələn. İnsan psixoloji bu ilə bağlı işlər getməlidir, maarifləndirmə getməlidir. Dünyanın hamısı bu yolu keçib. Amma biz o ilə məşğul olmuruq. Əksinə bir qurum yaradıblar. Bu qurum indi könüllü orqan verənin də qabağını alır. Bir tərəfdən də düzdür, o müəyyən kriminal məsələlərin də qarşısını alır. Yəni çalışmaq lazımdır ki, bu məsələlərə dünya yanaşdığı kimi yanaşaq. Axı biz dünyadan əlavə nə kəşf edə bilərik ki? Məsələ bundan gedir. İkincisi, sizin o toxunduğunuz məsələn bir tərəfi bu sistemdən qaynaqlandığına görə, yəni səhiyyənin bir sistem, ona görə bu misal çəkdim. İkinci tərəfdə təbii regionlarda şəraitsizlikdir. Yəni bir Almaniyada, qardaş Türkiyədə, başqa ölkələrdə tədris almış, oxumuş, mütəxəssis olmuş şəxsin rayonda gedib işləməyinə bir stimul olmalıdır. Bunun ya iş stajı başqa cür hesablanmalıdır, ya maaşı 2-3 dəfə yüksək olmalıdır, kommunal ona güzəştlər olunmalıdır, hansısa bir format olmalıdır. Yoxsa bu Hipokrat andı ilə bu mənəvi prinsiplərlə bu məsələlər həll oluna bilməz. Bu məsələdə də, dünyada da bu şeylər olub və bu stimullaşdırıcı tədbirlər hesabını insanlar gedib işləyiblər regionlar və regionlar qalxıb və bu gün İstanbulla Türkiyədə bir regionun bir ciddi fərqi yoxdur. Yəni prinsipal məsələlərdə. Xəstə istənilən bir əməliyyatı gedib orada da eləyə bilər, mərkəzdə də eləyə bilər. Amma bizdə belə deyil. İnsan xırda bir şeydən ötürü Bakıya qaçır. Bu da böyük bir miqrasiya yaradır, problem yaradır. Yoxdur, bölgələrdə normal yaxşı həkim tapmaq bunun sonra ikinci bir Rövşənə xanım məsələ ciddi. Bu 65 yaşı bitən şəxslərə qarşı bir təbibin yürütdüyü yanlış siyasət, onları işdən azad etmək. Təsəvvür edin ki, bu insanlar 65 yaşı çatıb. Düzdür, onun pensiya yaşıdır. Əgər bu pensiya özü getmək istəyirsə, işləmək istəmirsə, onun hüququdur. Amma insanın əmək qabiliyyəti varsa, kifayət qədər təcrübəsi varsa, biz bu insanı həkim çatmayan ölkədə niyə bayır atmalıyıq ki? Həkim çatmayan ölkə deyirsiniz, bir müddət əvvəl stomatoloqların işdən çıxarılması prosesi olmuşdu da, xatırlayırsınız yəqin ki. İndi o başqa sahələr üzrə bilmirəm, ixtisaslar üzrə, amma stomatoloqlar deyəsən elə biraz üsyan elədilər ki, işdən çıxarılmaqları ilə bağlı. Bax, deyirik həkim çatışma, amma buradan da yəni həkimləri ixtisar edirlər, işdən çıxardırlar, özəl klinikalara sığortanın belə deyim, qarşısının alınması artıq özəl klinikaların həm də tənəzzülü deməkdir. Oradan həkimlərin oradan işdən çıxması deməkdir. Kimi küsüb xaricə gedə bilər, kimi ümumiyyətlə işdən imtina edə bilər və s. Bu məsələlərin köklü bir həlli olmalıdır. Rəhbərlik dəyişdi, əla, alqışlayırıq. Zaten öncəki rəhbərliyin yetəri qədər qüsurlar var idi, biz də bilirdik, yetəri qədər qüsurlar var idi. Biz təzə rəhbərlikdən yeniliklər təbii ki gözləyirik, təbib rəhbərliyindən. Amma təbii gələndən biz gördük bir 10-15 klinika rəhbərlər də işdən çıxarıldı. Dəyişən nə olacaq? Bu dəyişiklik yalnız insan faktoruna bağlıdır. Deyək ki, Məmmədi çıxardıb yerinə Həsəni qoydular. Sabahları Həsəni çıxardıb yerinə təzədən nə bilim Hüseyni gətirəcəklər. Yəni bu insan faktoruna bağlı bir şeydir ki, səhiyyədəki problemlər yox, məsələ burada ki, biz təbib rəhbərliyinin birbaşa şəxsini günahlandıra bilmərik burada. Məsələ buradadır ki, o sistem elə qurulmalı ki, effektiv çalışa bilsin. İndi o təbib adlı qurum yaradılıb, orada kimsə bir adam rəhbər olmalıdır. Aydın məsələdir, bəli. Söhbət ondan gedir ki, bu rəhbərlərin iş prinsipləri elə olmalı ki, bu nəticə ortada olsun, ictimai faydalılıq olsun ortada. Ona görə də hesab edirəm ki, bizim məqsədimiz konkret şəxsləri tənqid etmək deyil. Bizim məqsədimiz bu sistemin düz qurulmasıdır ki, vətəndaş bundan fayda görə bilsin. Bu çox vacib məsələdir. Bax, bugün Azərbaycanda həkimlərin xeylisi yaşlılaşır. Yəni, yaşlı kontingent çoxdur. Düzdür, Bakı şəhərində, sonra Gəncədə, bəzi iri şəhərlərdə
ürək əməliyyatlarıdır, damarlar üzərində əməliyyatlar, neyrocərrahi əməliyyat, gənc kadrlarımız var. Amma bunlar yetərlidirmi? Yox. Bunların böyük əksəriyyət xaricdə qalırlar, bura qayıtmırlar. Almaniyada, Türkiyədə. Mən o vaxt təklif elədim ki, birinci məsələ həkimlərə fiks olunmuş maaş verilməlidir. Bu çox vacib məsələdir. Qradasiya üzrə. Yeni başlayan həkimin öz maaşı, staj, öz maaş və s. Yəni dünyanın hər yerində bu belədir. Bu olandan sonra başqa artıq qara yolların qarşısı kəsilmiş olur. Və həkimlər də bilir ki, onların bu dövlətdə maaşı bundan ibarətdir. Bax, çox xəstələr bu müxtəlif şikayət elədiyi məsələlərin sonu gəlib maliyyə dirənir, maddi faktora, hansısa korporativ marağa dirənir. Ona görə hesab edirəm ki, bu məsələ ilkin əldə olmalıdır. Randevu sistemi ilkin əldə olmalıydı. Bütün mülkiyyət formasından asılı olmayan xəstəxanaların bu işə cəlb olunması əvvəlcə reyestr olmalı idi ki, məsələn, deyək, filan xəstəxananın MRT-si, KT-si, başqa laboratoriyası, endokrinoloqu, nevropatoloqu, kimlərisə, bunlar sığortaya cəlb olunur, müqavilələr bağlanır ilkin. Bu ən azı əhalinin bir il əvvəlki tələblərinə görə seçilir və demək olar ki, optimal şəkildə təmin olunur. Bu belə olmasa, sporadik şəkildə elə əliyin papağını vəliyin başına və əksinə o son nəticə gəlib belə olur. Məncə bu sığorta məsələsi tam sistemli kökündən düzəlməsə, bu vətəndaşların ciddi narazılığına səbəb olacaq. Çünki əgər vətəndaşdan həkimin seçimində azadlığı əlindən alınırsa, bu vətəndaş gec-tez artıq bizim səhiyyəmizə inamını itirəcək, üst tutacaq xaricə, yenə də xaricə gedənlərin sayı artacaq. Çünki əgər tutalım, mən sizin yanınıza gəlmək istəyirəm, həkim olaraq sizi tərcih edirəm, amma sığorta mənə, dövlət sığortası imkan vermir ki, mənim seçimim sizin üzərində. Çünki bu vətəndaşın azad seçimidir. Özü həkimini seçməlidir, özü klinikanı seçməlidir. Bu məsələ hesab edirəm kökündən həll olunmalıdır. Bilirsiniz, burada da bir yəni, problem bu mənim var. pulumdan tutulur. Bax, bayaq dediyim sözə bunu dəfə-dəfə deyirəm. Bu çünki yetəri narazıçılıq əmələ gətirib ki, mənim pulumdur. Bu, yəni öz halal marjımdan tutulmuş puldur və mənim qarşıma belə sədlər çəkilir. Burada bir problem də var. Bu da psixoloji problemdir. Mən düşünürəm ki, qalıqdan, rezidual problemdir, keçmişə bağlı. Məsələ buradadır ki, vətəndaş sistemə güvənməlidir, səhiyyə sisteminə, həkimə yox. Güvənmir axı. Bura gətirib, deyək ki, dünyada ən məşhur həkimlərdən ayrı-ayrı klinikalar bir-iki nəfər qoysaq və bu gün bizim kifayət qədər yaxşı həkimlərimiz var, yəni. Amma bu məsələnin həlli deyil. Məsələn, siz xəstəxanaya gəlirsiniz. Xəstəxanaya gələndə siz artıq səhiyyə güvənib gəlməlisiniz. Məsələ budur. Bax, biz o səhiyyəni qurmalıyıq. Məsələn, biz gedirik Almaniyaya, bir klinikaya müraciət edirik. Deyək ki, Berlində Charité klinikasına müraciət edirik. O klinikada artıq hansı mütəxəssis olmağı bizi maraqlandırmır. Bəli, biz sistemə güvənirik orada. Ki, bəli, çünki Almaniya səhiyyəsində protokol var. Orada bu mənim üsulumdur. Nə bilim, heç bir həkim bu müalicə edə bilmədi. Filan həkim o televiziya reklamlarında var. Gəldi, bu müalicə elədi və s. Belə cəfəngiyatla heç kim aldada bilməz. Xaricdə bu şeylər amma bizdə necədir? Bir həkimin yazdığını, bir həkimin deyək ki, diaqnozunu və ya bir həkimin müalicəsini növbəti həkimə gedəcək, o bəyənməyəcək. Bunu sənə kim yazıb? Bunu niyə hamımız üzləşmişik? Bunu niyə belə yazıblar? Master təfəkkürü ki, həkimlərimizin çoxsundan hələ azad ola bilməyib. Usta təfəkkürü. Yəni, bir usta heç vaxt digərini bəyənmir. Heç qardaş da olsalar. Gəlib deyəcək ki, bu metlağı səhv qoyublar və yaxud da bu şeyi belə. Bu usta təfəkkürüdür. Həkimlərdə də var. Özünü yüksəyə qaldırmaq. Təbii ki, hamıda o yoxdur. İndi o mədəni səviyyə, o cahilliyə bağlıdır və bir də ki, korporativ marağa bağlı bir məsələ. İnsan niyə başqasını aşağılasın ki? Niyə görə özünü yüksəltsin ki? Birinci, heç kim yüksəklikdə dayanmır. Biz hamımız tibb elminin nailiyyətləri, dünya protokolları əsasında çalışırıq. Xəstəyə individual yanaşmaq məsələsi yoxdur. Xəstəyə individual yanaşma, o da protokol daxilidir. O da komorbid xəstələr, yanaşı xəstələr, onların hamısı tibbdə nəzərdə tutulur. Yəni, təbii ki, həkimin insani keyfiyyətləri, xəstəyə ürək yanğısı göstərməyi, bütün bunlar hamısı şərtdir. Yəni, xəstə həkimin yanına rahat çıxmalıdır. İndi bəzi məsələlər də həllini tapmayıb. Məsələn, biz xəstəyə bəzi diaqnozlar üzünə demək, xaricdə məsələn, bunlar deyilir, bizdə hələ yox. O mentaliteti nəzərə alırıq. Bunlar da yavaş-yavaş həllini tapacaq. Amma mən düşünürəm ki, biz bir şeyi sistemli həll etməsək,
bu epizodik həllər yamağa bənzəyir ancaq. Gözləntiləriniz nədir, doktor? Yəni yaxın günlərdə bu sistemin bir köklü dəyişikliyi olacaqmı, Mən yoxsa yenə düşünmürəm. eyni ilə bu proses belə davam edəcək? Hələlik bizim gördüyümüz məncərə baş həkimdə xəstəxana rəhbərlərinin dəyişilməsindən ibarətdir. Mən başqa bir yenilik görmürəm şəxsən. Və hesab edirəm ki, yeni rəhbərlik yəqin ki, bax, bunlar rəhbərliyin heç biri tibb mütəxəssislərindən bir məşvərət etmir, bir məsləhətləşmə etmir. Ancaq orada oturan adam düşünür ki, bu necə istəsə idarə edə bilər, necə istəsə. Amma burada söhbət ondan gedir ki, məsələn, Avropada, Fransada, Almaniyada, Türkiyədə oxuyub gəlmiş, orada vəzifə tutmuş xəstəxanalarda bu işin təşkili prosesində məlumatlı şəxslər var. Ən azı məşvərət olunur, danışılır, hansı optimal seçimlər olunur. Bəzi seçimlər müvəqqəti xarakter daşıya bilər. Yəni bu situasiyada bu imkan bundan ibarətdir. Sabah bu dəyişilmə şərti ilə. Amma bunların heç biri yoxdur. Ortada biz ancaq iradə görürük. Yəni nə iradədir o? Necə deyirlər? İcra strukturunun iradəsi və salam. Yəni mən bilən olmalıdır və hər yeni gələnin özünün qaydaları gəlir, özünün qanunları gəlir. Ta növbəti rəhbər təyin olunana qədər həkimlər, həmin o savadlı mütəxəssislər məcbur olub həmin o qayda qanunlara təbii ki, tabe olmalıdır. Amma bu bir nəfərin, iki nəfərin arzu istəyinə bağlı görünən qaydalardır. Əlbəttə, yəni insanlar səhv eləyirlər. İnsanlar səhv eləmə insana. İnsan bir cür düşünür. Təbii ki, insanın intellektual səviyyəsi, təcrübəsi bunlar rol oynayır. Amma istənilən insan səhv edə bilir. Ona görə də prezidentlərində müşavirləri var. Nə bilim, hamının müşavirləri var. Həmişə də məşvərətə ehtiyac var. Tibbdə də niyə görə xaricdə sistemə güvənilir? Ona görə ki, istənilən bir proses məşvərətlə həll olunur. Yəni, biz klinik situasiya yaranırsa ciddi, həkimlər toplaşırlar xəstəxanada, o məsələni bircə konuşurlar və bir qərara gəlmiş olurlar. Bizdə bu şey yox, bizdə fərdiləşmə daha çoxdur. Bu fərdiləşmə də əslində prinsipsizlikdir, özünə güvəndir. Amma özünə güvən də əsas olmalıdır axı. Aydındır, doktor, təşəkkür edirəm. Mən əgər biraz problemlərə hər halda nəzər yetirə bildik, biraz danışa bildik. Amma bu sığorta məsələsi çox ciddi bir məsələdir və vətəndaş olaraq hamımızı narahat eləyir ki, uzun-uzun sürən növbələr hələ də həllini tapmır. Bu növbə məsələsi, növbə prosesini hələ də həll eləyə bilmirlər. Məsələ direktorların dəyişməsi deyil, məsələ özəl və dövlət klinikasına getmək. Hələ bu qalsın bir tərəfə. Saatlarla növbə, xəstə insanların problemi və təsəvvür edin ki, işdən icazə alıb 1 saat, 2 saat sən işdən icazə alırsan ki, gəlib həkimin qəbuluna düşürsən və saatlarla sən növbədə gözləyirsən. Nə var ki, orada sən belə deyək də pulsuz deyək də, indi belə görünən budur, hansı ki, cəmaatın maaşından tutur aydın məsələdir, amma pulsuz müayinədən keçəcəksən. Artıq o qədər bezib bir həddə çatırsan ki, düşünürsən ki, hətta gedib borc alasan, kreditə girəsən, gedəsən özəl klinikada pulunu verib rahat müayinələrdən keçirsən, nəinki saatlar da, bax burada növbələrdə gözləyib əsəb keçirdəsən və o əsəbin də bir xəstəliyə bir ayrıca bir ziyanı dəysin. Mən təşəkkür edirəm sizə. Çox sağ olun, doktor. Belə, mən elə gəlir ki, bəzi məsələlərə aydınlıq gətirdik və ümid edirik ki, regionlarda da bu həkim çatışmazlığı məsələsi həll olunacaq. Yoxsa hər yerindən duran özünü reklam eləyir. Ay, filan Gəncədəyəm, Lənkərandayam, oradayam, məndən yoxdur, mən nömrə 1-əm, mən əla həkiməm və bu da əslində cəmaat da bilmir. Cəmaat deyir ki, elə bu yaxşıdır da. Azərbaycan səhiyyəsinin çox biabırçı bir səhnəsi. Ümumiyyətlə, onlar rayonlara gedəndə kimlərsə məsləhətləşirlər, bir icazə alırlar. Yoxsa deyək ki, iki klinikanın, belə deyək də, harada Bakıda çalışan klinik, Bakıda əgər hansı klinikada çalışırsa, deyək ki, orada klinika rəhbəri ilə ikisinin arasında bir müqavilə. Ancaq. Yəni bu özbaşınalıqdır, yoxsa bu belə ola bilər? Bu əslində maraqdır, korporativ maraq. Pul qazanmaq marağı. Bəli, korporativ maraq, bəli. Çünki buna Səhiyyə Nazirliyi, bilmirəm, nəzarət eləməlidirmi, təbib nəzarət. Yəni, mən elə keyfim istəyir, Bakıda vaxtım, boş vaxtım var. İcra qurumu vahid olmalıdır ki, rayona. Belə olurmu? İcra qurumu vahid olmalıdır ki, sorumlu olsun da. Vahid olmayanda məsuliyyətdə bölüşür, səpələnir, sorumluluq olmur. Və belə bir vəziyyət yaranır. Ona görə də mən hesab edirəm ki, bu vahid rəhbərlik səhiyyədə çox vacibdir.
Çox ciddi məsələdir və biz buradan təbibə də səslənirik. Eləsə əgər Səhiyyə Nazirliyinə aid olan məsələdirsə, onlara da səslənirik. Ümumiyyətlə bölgələrə gedən həkimlər mütləq bir nəzarətdə olmalıdırlar. Yaxud mənim boş vaxtım var, bu gün Bakıda xəstə qəbulum yoxdur, maşına minəcəm, gedəcəm filan bölgədə xəstə qəbul eləyəcəm. Sabah bir problem olarsa, bunun məsuliyyətini kim daşıyacaq? Bu məsuliyyət kimin çiynində qalacaq? Klinika direktorunun mu, həkimin mi çiynində qalacaq? Ümumiyyətlə bir əgər rəhbərlik məsələsidirsə və klinikalara rəhbərlər təyin olunursa, bu məsələyə də bir ciddi nəzarət olmalıdır. Yoxsa kim bu gün boş vaxtım var, uşaqlarım məktəbdədir, bekaram çıxım gedim filan bölgədə bir xəstə qəbul edeyim. Pul yığım gəlim. Havaya baxmırlar ki, bunlar pul qazanmağa gedirlər ora. Və təqdimat da nədir? Məndən superi yoxdur, məndən yaxşısı yoxdur. Filan bölgənin xəstələri ancaq məni deyirlər. Elə deyil axı. Bu sadəcə marketinqdir. Sadəcə nə bilim özünü satmaqdır. Bu heç bir xəstə marketinqin altında həmişə mən hesab edirəm ki, bir səmimiyyət və bir də vicdan dayanmalıdır. İstənilən halda. Məsələn, bir qida maddəsi ola bilər ki, istehsalçının səmimi şəkildə xəbər olmadan gələcəkdə müəyyən olunsun ki, kanserogendir, xərçəngəmələ gətirəndir. Və o vaxtda o elmə də məlum deyildi. Amma istehsalçı bağışlanıla bilər. Amma bir də var, istehsalçı bilir ki, bu kanserogendir və onu qidaya hansısa bir faktorla qatırsa, məsələn, bu gün energetik içkilər var. Gənclər ona çox alüdədirlər. Onun tərkibində müəyyən asıllıq yaradan maddələr qatırlar. Məsələn, onlar da çox satılır. Bax, mən marketə girəm, görürəm, biri 3 dənə alır, biri 5 dənə, bizon, nə bilim də o, Red Bull, flan, fişman, bunlar. Yəni, axı bu dərəcədə də olmaz. Qida təhlükəsizliyi və dərman təhlükəsizliyi genofondun məsələsidir. Milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsidir. Yəni, bu məsələ o qədər ciddi məsələdir ki, bax, sən evdə öz uşağa nə yedizdirərsənsə, millətə də onu yedizdirməlisən. Söhbət odur. Evet. Təşəkkür edirəm doktor. Çox sağ olun, minnətdaram. Qonağımız professor Adil Qeybulla idi. Görüşənədək Rövşən Ağasəv qızı Barometr TV-də idi. Görüşəcəyik. Salamat qalın.